Vyetnamlı peşəkar şahmatçını cəmi 16 gedişdə təslim olmağa məcbur etdim. Chess.com platformasında onlayn keçirilən oyunda Y4, Y5, at F3, at C6-dan sonra rəqib fil C4 oynayıb, İtalyan oyununu seçir. Mən isə at F6 oynamaqla İtalyan oyununa qarşı 2 at müdafiəsini seçirəm. Adətən İtalyan oyunun bu variantında ağlar qalaqurma edib figurların inkişafını davam etdirirlər. Ancaq burada ən çox oynanılan gedişlərdən biri də at J5-dir. At J5 ilə qaralar lövhədə daha zəif hesab olunan F7 piyadasına təzyiq yaradır. Sonrakı gedişdə vəzir və topu eyni anda istəməyi düşünür. Ancaq D5-dən sonra ağların bütün hücumu dayanır. Ağlar Y5 vurur. Qaralar isə at A5 oynayıb rəqibin lövhədə ən güclü figuru olan C4 filini istəyir. Bu variantın davamında ağlar adətən fil B5, C6, DC6, BC6-dan sonra fillərini A4 xanasına çəkib təzyiqi davam etdirirlər. Ancaq rəqib at A5-dən sonra D3 gəlib həm C4-dəki filini müdafiə edir, həm də başlanğıc xanasında olan qara filinin də önünü açır. Rəqibin bir məqsədi də mümkün qədər J5-dəki atını müdafiə etməkdir. Ancaq H6-dan sonra rəqib 6-cı gedişdəcə atını 3-cü dəfə oynamağa məcbur olur. Y4 oynayıb ata növbəti dəfə təzyiq yaratdıqdan sonra isə 2 seçim qarşısında qalır. Belə ki 6 gedişdə 3 dəfə oynadığı F3-dəki atını 4-cü dəfə də oynasa ciddi tempo itirəcək və qaralar açılışı tamamlamaq üçün növbəti bir gedişi etdikdə atı yenidən təzyiq altına düşəcək. Ona görə də indiki mərhələdə atı tərpətmək ağlar üçün yaxşı gediş kimi görünmür. D7 də vursa C4-dəki fil boşda qalır. Ona görə də ağlar burada vəzir Y2 oynayır. Vəzir şaha baxdığı üçün Y5 piyadası nə F3-dəki atı götürə bilir, nə də Y3 vura bilir. Vəzir Y2-nin bir məqsədi də odur ki, növbəti gedişdə D4 vura bilsin. Çünki artıq D4 vurduqda vəzir fili qoruduğu üçün C4-dəki fil də boşda qalmış olmur. Mən artıq bu mərhələdə düşündüm ki, rəqib D4 vurub mərkəz piyadamı götürməyə hazırlaşır və hazırda piyadanı qorumaq üçün effektiv müdafiə üsulu yoxdur. Eyni zamanda ağların C4-dəki fili çox güclüdür və onu götürüb vəziyyəti sadələşdirə Y4-dəki piyadama da təzyiqi azalda bilərəm. At C4 vurub taxtanın kənarında qalan atımı rəqibin aktiv filinə dəyişdim. Daha sonra isə fil C5 sonuncu kiçik figurumu da inkişaf etdirdim. Ağlar isə 10-cu gedişdə qalaqurma etmək əvəzinə qaraların Y4 piyadasına təzyiq yaratmaq üçün at C3 oynayır. Məsələn, qaralar sıradan 1A6 gedişi etsə, at Y4, at Y4 gedişlərindən sonra vəzir Y4 vurub həm inkişaf etmiş figurlarımı lövhədən götürəcək, həm də nəticədə Y4 piyadasının götürülməsi ilə 2 piyada önə keçib F3-dəki atına da təzyiqi azaltmış olacaq. Mən bu vəziyyəti görüb, burada qalaqurma edib rəqib üçün bir tələdə qoyuram. Belə ki, ağlar at Y4 vursa, at Y4, at Y4, vəzir Y4-dən sonra top Y8 var. Burada rəqibin vəzirinə hücum var. Vəzir öz şahının önündə olduğu üçün hər hansısa bir xamaya yayına bilmir. Vəziri xilas etməyin yeganə yolu at Y5-dir ki, fil D6-dan sonra Y5 atı da düşür. Ona görə də rəqib burada at Y4 vurmur. F3-dəki atı oyunun 11-ci gedişində 4-cü dəfə oynadıb D2-yə gətirir. Əsas məqsəd isə həm atı təzyiq altından çıxartmaq, həm də Y4 piyadasına təzyiqi artırmaqdır. Qaralar isə fil J4 oynayıb həm rəqibin vəzirinə hücum edir, həm də inkişaf etməmiş ağ filini də inkişaf etdirir. Ağlar vəzir F1 oynamaqla vəziri hədəfdən yayındırırlar. Qaralar Y3 ilə ağların oyunun əvvəlindən başı bəlalı olan qara atına növbəti dəfə təzyiq edir. Stockfishə görə ağlar burada ən yaxşı gediş kimi at B3 oynamalıdırlar. Ancaq rəqib at Y4 oynayır. O 13-cü gedişdə atı 5-ci dəfə oynadıb, həm atını təzyiq altından çıxartmaq istəyir, həm də qaralar Y2 vuracağı təqdirdə piyadanı atla götürməyi düşünür. Eyni zamanda müdafiəsiz C5 filinə də hücum edir. Qaralar elə rəqibin də gözlədiyi kimi Y2 vurur. At F2-dən sonra isə top Y8 ilə şah deyir. Şahın gedə biləcəyi bircə xana D2-dir. Elə orada gedir. Fil Y3, şah D3, fil F5-dən sonra isə rəqib artıq hər şeyin bitdiyini başa düşüb. 16-cı gedişdəcə təslim olur.